Tədbir iştirakçıları, hörmətli şəhid anaları, hörmətli qazilər, veteranlar, şeirə, vətənə, anaya aşiq olanlar. Burada mən şəhid analarının əllərindən öpürəm. Artıq 5 ildir ki, mən bütün şəhidlərimizin mütəmadi olaraq tədbirlərində iştirak edirəm və burada şeirini yazdığım Əfqan igidimin anası Kəmalə ana buradadır. Onun timsalında bütün şəhid analarının əllərindən öpürəm. Şəhidlərimin nurlu ruhları qarşısında baş əyirəm. Və söz ki gəldi əzizimiz Saday müəllimə. Saday müəllimlə mənim tanışlığım bizim ulu Səməd Vurğunumuzun ad günü ilə bağlıdır. Belə ki, keçən il Səməd Vurğunumuzun ad günündə ilk dəfə olaraq Saday müəllimi mən orada gördüm və mən Səməd Vurğunumuza bir ithaf etdiyim şeiri söylədim. O şeirdən bir hissəsini deyəcəm. Ayrı bilmədi könlü ucandan. Köksündə döyünən can Azərbaycan. Gəzdi o kənd və kənd, o mahal. Vurğun səni vəsf etdi Azərbaycan. Və bugün bura gəlməzdən öncə də sazlı sözlü Borçalı tədbirindəydik. Saday müəllimin də tədbirinə məhz elə sazlı sözlü sehrindən çıxaraq bura gəlmişik. Bütün şəhidlərimizin ruhları qarşısında baş əyərək, veteranlarımıza can sağlığı diləyərək, qazilərimizə can sağlığı diləyərək arzu edirəm ki, Allahım, rəhm elə bu millətə sən, bayrağa bükülüb şəhid gəlməsin, analar saçları yolub yerlərə, vay bala deyərək həvan etməsin. Və keçən il 3-cü Türk Dünyası Ədəbiyyatı və Kitabı Festivalında Saday müəllimlə biz bərabər çıxışlar etdik və mən də orada Turan gerçəyində gözlər güləcək şeirimi və bütün Azərbaycan gerçək olacaq şeirimi dedim və orada da Saday müəllim məni çox alqışladı və dedi ki, Nazlı, sənin intonasiyanda bir ayrıdır. Çox istərdim mən şeirlərimdən birini qiraət edəsən və bugün mən burada Saday müəllimin dünya şeirini qiraət edəcəm. Ahlimi, nadanı vecə almayır. Dünya malı bir kimsəyə qalmayır. Ömür gedər gedir, ömür gedər gedir, kimsə doymayır. Baxmır nə səliqə, səhmana dünya, salırdı hər kəsi zindana dünya. Dəyirman tək öz oxunda fırlanır, əməlindən bir gün geri qalmayır. İnsanoğlu qəflətdən oyanmayır. Nə ömrə acıyır, nə cana dünya, salırdı hər kəsi zindana dünya. Bir kimsəyə bəlli olmaz gərdişi, çapıb talamaqdır müdam vərdişi. Müəmmadır gəlişi, həm gedişi, baxmaz nə əhdə, nə peymana dünya, salırdı hər kəsi zindana dünya. Ömür keçir, öz işini görür yaş, artıq gedişatı qavramayır baş. Saday bu işlərə qalıbdı çaşbaş, əlac qalıb bircə yumana dünya, salırdı hər kəsi zindana dünya, salırdı hər kəsi zindana dünya. Eşq olsun Saday müəllim sizə, sizin yaradımcınıza. Var olun, yazın, yaşadın.